Salam hörmətli izləyicilər. Keçən dəfə EduPlan proqramının quraşdırılması ilə tanış olmuşduq. Bu videomuzda isə EduPlan proqramı ilə test datasının yaradılması və bundan sonra cədvəlin qurulması prosesi ilə tanış olacağıq. EduPlan proqramını açırıq. Qeydiyyatdan keçdiyimizə görə və yadda saxladığımıza görə proqram artıq bizi tanıyır. Burada ilk növbədə yeni düyməsini sıxmaq ya da klaviaturada Ctrl-L, Ctrl-N deməli kombinasiyasını sıxmaq lazımdır. Bundan sonra açılan pəncərədə layihənin adını daxil edəcəyik. Məsələn, mən cədvəl adını qoyuram. Forma tipi burada cədvəl tək həftə, alt üst, 3 həftəlik və ya 4 həftəlik dövrlərlə mövcud ola bilər. Yəni, alt üst həftə əslində elə 2 dövr deməkdir. Biz test datasında tək həftəlik rejimə baxacağıq. Gündəlik maksimum 7 saata baxacağıq. Bunu dəyişə də bilərsiniz. Növbə sayıda 1 növbə qoyacağıq. Növbələri artırada bilərsiniz. Amma deməli biz təyin edəcəyik maksimum 7 saat. Çünki test datasında bu cür nəzərdə tutmuşuq. Burada dərsin başlama vaxtı və müddəti göstərilib. Bu da fasilələrdir. Birinci dərsdən ikinci dərsə keçiddə neçə dəqiqəlik fasilə veriləcək və s. Bunları da siz dəyişə bilərsiniz. Həlledicinin keyfiyyəti bölməsində rejimlər balanslı, dərin və xüsusi istifadəçi rejimləri mövcuddur. Burada maksimum neçə dəqiqə həlledici fikirləşəcək. Məsələn, 2 dəqiqə seçiləndə maksimum 180 saniyə. Burada 2 dəqiqə təqribi, yəni bu hökm deyil, 180 saniyə fikirləşsin, az da fikirləşə bilər. Burada da optimizasiya iterasiyaları, maksimum geri qayıtma addımları, parametrləri bu hal üçün göstərilmişdir. Bunlar alqoritmin parametrləridir. Bu parametrləri xüsusi istifadəçi rejimini seçməklə dəyişmək olar. Bunları verdikdən sonra oldu düyməsini sıxırıq və bununla da layihəmiz yaranmış olur. Amma cədvəlimiz hələ ki boşdur, heç bir data yoxdur. Test datasının daxil edilməsi vaxt apardığı üçün biz, daha doğrusu dataların daxil edilməsi vaxt apardığı üçün biz hazır test datasından istifadə edək bu dərsdə. Bunun üçün cədvəl rejiminə keçib test datası düyməsini sıxırıq və proqram bizim üçün deməli girişləri doldurdu. Və görürsünüz, sinifləri doldurub. Biz bu dataların özünüz manual olaraq necə daxil edəcəyiniz barədə növbəti videolarda tanış olacağıq. Görürsünüz, fənlər də doldurulub, müəllimlər də doldurulub. Şərti olaraq müəllimlər adları yazılmayıb, M01 və s. Siz isə real müəllimlərin adlarını daxil edəcəksiniz. Burada artıq bölgülər də göstərilmişdir. Dərs yükləri, hər sinif üçün, müəllimlər üzrə və s. hamısı bir yerdə göstərilmişdir. İndi deməli, test datası yaradıldıqdan sonra biz cədvəlin qurulması prosesi ilə tanış olaq. Bunun üçün cədvəl rejiminə keçib həll et düyməsini sıxırıq və həlledici işə düşür. Deməli, EduPlan proqramının digər oxşar proqramlardan fərqi odur ki, məsələnin həllini çox tez tapır, daha az iterasiyanın köməyi ilə, daha optimal alqoritmlərdən istifadə edərək cədvəli qurur. Yəni, eyni bir cədvəli digər, hətta peşəkar proqramlarda belə 3-4 saata qurduğunuz cədvəli EduPlan proqramı 3-4 dəqiqə ərzində həll edib sizə verə biləcək. Şübhəsiz bu zaman kompüterinizin gücü də önəmlidir. Daha güclü kompüterlərdə məsələnin həlli daha tez tapılır. Hal-hazırda deməli sol tərəfdə iterasiyalar gedir, sağ tərəfdə də maksimum iterasiyalar sayı. Bu o deməkdir ki, proqram bu maksimum iterasiyanı keçmədən məsələnin həllini tapacaq. Aşağıda da vaxt göstərilir. Gördüyünüz kimi hədə heç 1 dəqiqəyə çox olmayaraq, daha doğrusu 2 dəqiqəyə çatmamış artıq məsələnin həlli tapılacaq. Budur, məsələnin həlli tapıldı, cədvəl quruldu. Cədvəl ilk dəfə burada qurulan zaman siz yuxarıdan sinifləri görürsünüz. Siniflərin ardıcıllığı biraz qəribə gələ bilər. Bunu düzəltmək üçün
sıralama yerində biz ID ilə seçirik. ID ilə seçdikdə artıq deməli siniflər test datasında olduğu sıra ilə göstəriləcək. Artıq cədvəl hazırdır. Və heç bir demək olar ki, sərt pozuntu olmadan proqram cədvəli qurmuşdur. İndi isə biz bu datanın eksport, ixrac edilməsi ilə tanış olaq. Bunun üçün əsas bölməsinə keçib, burada statistika və s. hissələrdə cədvəlin qurulma keyfiyyəti ilə də tanış ola bilərsiniz. Gördüyünüz kimi heç bir sərt pozuntu olmadan cədvəl artıq qurulmuşdur. Excel ixrac sıxırıq. Burada bəli və xeyr, yes və no halları ayrı-ayrı effektlər verir. Belə ki, əgər biz yes versək, qovluq seçiləcəyik və həmin qovluğun içində bütün cədvəllər, yəni bütün cədvəllər dedikdə nə nəzərdə tutulur? Bütün ümumi cədvəl, master cədvəl, hər sinifin və hər müəllimin cədvəlləri ayrı-ayrı Excellərdə göstəriləcək. Xeyr düyməsini sıxdıqda isə bütün bu datalar bir Excelin müxtəlif şitlərində göstəriləcək. Çoxlu fayllar olmasın deyə biz yox halını seçirik və iş masasında saxlayırıq. Siz digər halda seçə bilərsiniz. Əgər doğrudan məsəl üçün paylaşım edəcəksinizsə cədvəlləri, bu halda digər halı seçmək məqsədə uyğundur ki, hər bir müəllimin tutaq ki, Excelini və ya hər sinifin cədvəlini sinif rəhbərinə atasınız, göndərəsiniz və onlar ondan istifadə etsinlər. Artıq deməli biz bu cədvəli burada görürük. Bir şey də qeyd edim ki, biz test datasından istifadə etməyin, yəni tanışlıq üçün üstünlüyü ondan ibarətdir ki, bu zaman gördüyünüz kimi cədvəl quraşdırılarkən bizim balansımızdan heç bir balans çıxılmadı. Ona görə də test datası üzərində bunu öyrənmək daha məqsədə uyğundur. Cədvəlimizi saxlaya bilərik, yadda saxla düyməsini sıxırıq. Yəni bu layihəmizi saxlayırıq. Save versək, bağlasaq proqramı. Artıq bizim cədvəl hazırdır. Gördüyünüz kimi bu fayl elə ofis faylları kimi bir fayldır. Amma EduPlan proqramına məxsusdur. Üzərinə sıxdıqda yenə EduPlan açılıb, həmin layihəni açacaq. Bayaq qurduğumuzu olduğu kimi bizə göstərəcək. Eksport etdiyimiz Excelin içində nələr var? Gördüyünüz kimi şitlər üzrə ayrı-ayrı cədvəllər göstərilib. İlk şitdə bütün cədvəl göstərilib, bütün məktəbin ümumi cədvəli göstərilib. Master hissəsində həmin cədvəllər siniflər üzrə ayrı-ayrılıqda, deməli alt-alta göstərilmişdir. Və digər şitlərdə artıq hər bir sinifdə sinifin cədvəli necə görünür, onu ayrı-ayrı şitlər üzrə göstərir və hər bir müəllimin də cədvəli göstərilir. Deməli, bundan sonra bildiyiniz kimi buradan da paylaşmaq olar və yaxud ayrı-ayrılıqda ayrı Excellər. İstəyirsiniz ayrı Excellər halı ilə də tanış olaq. Bu cədvəl faylını istəsək silək. Burada bir qovluq yaradaq. Adını qoyaq cədvəllər və öz layihəmizdə hansı ki biz bu artıq həll olunmuş layihədir. Burada eksport edirik və bəli düyməsini sıxırıq ki, həmin qovluğu göstərək, iş masasına keçək. İş masasında cədvəllər, bu qovluğu seçib OK düyməsini veririk. Bundan sonra biz qovluğa daxil olsaq, gördüyünüz kimi ayrı-ayrılıqda hər sinifin, hər müəllimin və ümumi cədvəlin hər biri ayrı-ayrı Excellərdə olduğunu görəcəyik. Excel eksportu ilə artıq tanış olduq. Digər bölmələrlə, digər dərslərdə tanış olacaq burada. Şablonların, Exceldən import və s. İndi isə biz bu dərsdə həm də dizaynla məşğul olaq. Belə ki, proqram həm də yaradılmış cədvəlin yaxşı bir çap etmə dizaynı onun üçün yaratmağa imkan verir. Bunun üçün dizaynerə keçirik. Susmaya görə dizaynerdə A4 formatı göstərilib. Burada biz istəyirsinizsə formatı dəyişək. Xüsusi format öz formatınızı da göstərə bilərsiniz. A3.
səhifənin yerləşmə formasını da mərkəzləşdirmə. Düymələr bu seçim düyməsidir. Bu zoom, yəni burada böyütmə, kiçiltmə, miqyaslama düymələridir. Əl işarəsi ilə cədvəli istənilən yerə, daha doğrusu səhifəni istənilən yerə sürüşdürə bilirsiniz. Mərkəzləmə düyməsi ilə deməli səhifəni tam ekran görüntüsü ilə göstərə bilirsiniz. Burada torun görünüb görünməməsi düyməsidir. Buradakı deməli şəbəkəyə yapışdır ya yox. Yəni şəbəkəyə yapışdır nə deməkdir? Burada əlavə olunmuş tutaq ki, element daxil eləsək, şəbəkəyə yapışdır versək, bu element görürsünüz torun addımları ilə hərəkət edəcək. Torun addımlarını da siz istəsəz dəyişə bilərsiniz. Bunu da necə edildiyi ilə biz tanış olacağıq. Bunu əvvəl silək. Bu marcalar soldan, sağdan, yuxarıdan və aşağıdan məsafələri göstərir. Gəlin indi biz tanış olaq ilk növbədə buradakı elementlərlə. Mətn elementi, burada gördüyünüz kimi mətn elementi əlavə edirsiniz və burada markerlərlə bunun ölçüsünü dəyişə bilirsiniz. Bu markerlə döndərə bilirsiniz. Şəbəkəyə yapışdır düyməsini götürsək, bu daha deməli səliqəli dönə bilər. Burada mətnin parametrləri var, mərkəzləşdirmə, sağa, sola və s. Şriftin ölçüsü. Marker dəyişərkən gördüyünüz kimi şriftin ölçüsü də avtomatik dəyişəcək. Burada deməli daha tünd görünməsi, italik, underline, yəni altdan xətlə və s. göstərə bilərsiniz. Sətr keçidi versəniz, yazını yazarkən deməli çox sətirli rejimdən də istifadə edə bilərsiniz. Buradan şriftin rəngini də dəyişə bilərsiniz. Və s. Burada doldurulmuş rejim və s. forma düzbucaqlı olsun və yaxud başqa formalarda olsun. Sərhəddin qalınlığını veririk. Hansı sərhəddən mövcud olsun şəkil və bunları hamısını biz göstərə bilərik. Məsələn, OK versək artıq biz nə seçmiş olduq? Arxa fonun da rəngini dəyişmiş olduq. Və yaxud başqa bir rəngdə seçə bilərik. OK, gördüyünüz kimi arxa fonun rəngi dəyişdi. Burada da dönməni sıfırlaya bilərsiniz ki, dəqiq görsənsin. Bu cür deməli bunların hamısını, bütün ölçüləri siz dəyişə bilərsiniz. Mətnin yazısını da bu hissədən dəyişə bilərsiniz. Amma hökm deyil o hissədən. Mətnin yazısını həm də üzərinə 2 dəfə vurub və birbaşa dizaynerin özündə də dəyişə bilərsiniz. Sonra elementi kontekst menyu ilə kopyalamaq, kəsmək və s. yerləşdirmək. Məsələn, bunu biz kopyalasaq və yerləşdirsək, əksinə biz sildik. Yox, deməli, təzədən elementi yaradaq. Bunu biz köçürək və silmə yox, yerləşdirək. Yapışdır düyməsini yenidən bura yapışdırırıq. Elementləri deməli seçib yerini də bu cür dəyişə bilərsiniz. Elementlər bir-birinin üzərində qalarkən deməli onların yuxarı aşağı verilməsi ilə yerlərini dəyişə bilərsiniz. Bunun tam yaxşı görünməsi üçün gəlin bunu doldurulmuş rejimə keçirək. Məsələn, bunu bu rəngdə eləyək. Bunu da doldurulmuş rejimə keçirib başqa bir rəng verək. Hal-hazırda gördüyünüz kimi qırmızı bu mavinin üzərində dayanmışdır. Biz o elementi seçib arxa hissəyə verə bilərik və yaxud üstə verə bilərik. Həm də seçilmiş elementi ilə buradan da silə bilərik. Bu parametrlərlə siz çox məşğul ola bilərsiniz. Bu şəkil komponentidir. Bunu da yerləşdirib İçinə şəkili yükləyə bilərsiniz. Bunun üçün şəkili seçə bilərsiniz. Yəni, hər hansı bir şəkil seçək. Məsələn, belə bir şəkil seçdim.
və ya başqa bir şəklə baxaq. Gördüyünüz kimi şəkili daxil etdik. Digər şəkillərdə istənilən növ şəkil bura yükləyə bilərsiniz və eyni ilə burada da şəkili döndərə bilərsiniz və onun parametrlərini burada idarə edə bilərsiniz. Seçib delete düyməsini klaviaturada sıxdım. Yəni burada klaviaturadakı düymələr də işləyir. Ctrl V, bayaq buferdə olan gördüyünüz kimi şəkili bura, daha doğrusu yazını əlavə etdim. Əsas komponent burada şübhəsiz cədvəl komponentidir. Onu yerləşdirirsiniz və onu səhifənin eninə uyğunlaşdırırsınız ki, bu tam belə səliqəli görünsün. Bundan sonra istədiyiniz yazıları da yuxarıdan tutaq ki, əlavə edə bilərsiniz. Məsələn, mən bura müəyyən bir yazı yaza bilərəm və s. Aşağıda da istədiyiniz məktəbin adı, direktor, sinif rəhbəri və yaxud başqa bir parametrlər bura yazıb əlavə edə bilərsiniz və bunu hazırlayandan sonra PDF kimi ixrac edə bilərsiniz və bunu saxlaya bilərsiniz. Bu çox səhifəli bir dizaynerdir. Aşağıda defaultdur. Burada adı dəyişə bilərsiniz, yeni səhifələr əlavə edə bilərsiniz və s. Ona görə burada hamısı PDF dedik, yəni bütün şitlərin PDF ixracı nəzərdə tutulur. Amma sadəcə PDF ixrac düyməsi isə sizin konkret olduğunuz şitin PDF ixracı deməkdir. Böyüdücü düyməsi ilə burada kiçildə bilirsiniz, böyüdə bilirsiniz və s. Və bu cür deməli yaradıb eksport edə bilirsiniz. Məsələn, PDF ixrac eksport eləsək iş masasına bunun adını bir qoyaq və eksport edək. Artıq gördüyünüz kimi həmin ixrac yarandı. O bizim cədvəlimiz yarandı. Bunu müəyyən qədər dizayn edib yaxşı formada eksport etmək mümkündür. Hələlik bu dərsimizdə bu qədər. Bugün biz test datasının yaradılması, cədvəlin qurulması test datası üzərindən və eksport edilməsi məsələləri ilə tanış olduq. Növbəti videomuzda biz artıq real verilənlərin daxil edilməsi ilə tanış olacağıq. Sağ olun.